أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Selamun aleyküm əziz dəyərli möminlər. Xoş gördük sizləri bu Allahın ziyafət ayında, rəhmət ayında. Allah Teala ibadətlərimizi ali dərəcədə qəbul eləsin, tutduğunuz orucları da ali qəbul eləsin inşallah. Əziz dəyərli möminlər, bu ay təvazökarlıq, pəhrizkarlıq ayıdır. Bu ayda biz nəfsi istəklərimizə, danışıqlarımıza, hər bir iş ki Allah bəyənən işdir, onlara özümüzü yönəltməliyik və şeytanın rəzil olan sifətlərindən özümüzü və möminləri, ana bacılarımızı bu işlərdən biz çəkindirməliyik. Bu çox gözəl bir işdir ki, insan özünün birinci tərbiyə etməlidir və özünə yaxın olan möminləri və cəmiyyəti tərbiyə etməlidir. Əziz dəyərli möminlər, bu Ramazan ayında Allah Teala bizim üçün bir neçə fürsət qoyub ki, bu fürsətləri biz dəyərləndirməliyik. Çünki bu ayda Allah Teala bizim üçün təvazökarlıq, zöhdlük, abidlik qərar verib ki, biz çoxlu ibadət eləyək, təvazökar sahibi olaq. Biz bunun üçün Quran-ı Kərimə və Peyğəmbər hədislərinə baxmalıyıq ki, Allah Teala bu aya o qədər zinət verir ki, bizim acizanə kəlmələrimizlə biz bu ayı təsəvvür eləyə bilmərik. Çünki Peyğəmbər buyurur ki, əgər siz Ramazanı dərk eləsəydiniz, ilin bütün günlərini oruc olardınız. Ramazana Allah Teala o qədər zinət verib. Çünki Allah buyurur ki, Ramazan mənim ayımdır. Ki bu ay mənə məxsusdur. Bu ayda kim oruç tutsa mükafatı məndəndir. Kim bu ayda oruç tutmasa onun əzabı məndəndir. Çalışaq bu ayı çox gözəl şəkildə Allahla münacat, duaya, istiğfara və bağışlanmağa doğru getməliyik. Quran-ı Kərimdə Allah Teala təvazökar əhli üçün bu ayda gözəl şəkildə başa vurmaq üçün Allah bəndələri üçün gözəl ayələr var. Amma bugünkü mövzumuzda insanın pəhrizkar olmağı, təvazökar olmaq üçün Allah Quran-ı Kərimdə çoxlu ayələr gətirib. Bugün Quran-ı Kərimin Furqan surəsinin 63-cü ayəsinə, 64-cü ayəsinə, 65-ci ayələrinə nəzər salaq, əziz dəyərli möminlər. Allah Quran-ı Kərimdə Furqan surəsində buyurur ki, Bismillah. Və ibadurrahmanillezine yemşuna alel-ardı havna və izə xatabuhumul cahiluna qalu salama. Rəhmanın bəndələri, Allahın bəndələri yer üzündə təvazökarlıqla gedən və cahillər onlara xitab edən zamanda salam deyər, kəslərdir. Bəzən biz ya özümüz o qədər elmimiz, o qədər ibadətimiz çox aşağı olur ki, cahillər bizlə danışanda biz də onlara qarşı aqressiv oluruq. Amma biz cahillər ki, bizi əsəbləşdirəndə, bizə başqa sözlər deyəndə biz səbr yolunu seçməliyik. Çünki bu ayda insanlar pəhrizkar olmalıdırlar, təqva sahibləri olmalıdırlar, təvazökar olmalıdırlar. Bir cahil səni qıcıqlandıranda Peyğəmbər buyurur ki, Əl-cahiluna qalu salama. Onlara salam deyin. Belə ucadan da desəz, fərq etməz qoy. Çünki o sizin salamınızla o insan, o cahil nə olar? Ədəbli olar. Və onlar gecəni Rəblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Ki, onlar neyniyərlər? Gecələri Rəblərinin qarşısında çoxlu ibadət eləyərlər, itaat eləyərlər və səcdə halında gündüzü açarlar bu insanlar. Ki, bunlar zöhd, ibadət, pəhrizkar və gözəl, təvazökar insanlardır ki, bu gecələrini, bu Ramazanın gecələrində bu insanlar öz gecələrini boş qoymazlar. Onlar o kəslərdir ki, deyərlər, Rəbbimiz cəhənnəm əzabını bizdən dəf et ki, həqiqətən onun əzabı ayrılmaz və həmişəlikdir. Bu ayda Allah Teala cəhənnəmin qapılarını bizim üzümüzə bağlayıb, cənnətin gözəl qapılarını, Rəyyan qapısını, Cənnətül Məvanı, Firdovs, digər cənnətin gözəl güşələrini cənnət bu ayda bəzədilib ki, insanlar oruç tutsunlar, pəhrizkar olsunlar, gözəl təqva sahibləri olsunlar və mənim cənnətimdə məskunlaşsınlar. Biz bu ayın fəzilətindən özümüzü naim etməyək. İmam Rıza əleyhissalamdan nəql edilən bir hədisdə öz sahabəsinə buyurur. Mümkün olduqda çoxlu dua et. Bu ayı boşuna buraxma.
tövbə və istiğfar et. Quran oxu, çünki Ramazan ayında bu işləri etmək bizim ixlaslı və təvazükar olmağımız üçün gözəl vəsilədir. Çoxlu Quran oxumağımızla, dua etməyimizlə, istiğfar etməyimizlə biz bu işlərlə öz günümüzü gözəlləşdiririk. Bir alimdən soruşdular ki, insanın neçə növ dostu var? İnsan hansı işlərlə dost ola bilər? Hansı işləri özlə dost tuta bilər? Alim cavab verdi. İnsan 3 növ dostu var ki, insan onlarla dostluq edə bilər. Birinci növ dost ölümə qədər insanın yanında olandır. Baxaq, həqiqətən bu 3 kəramətdən, bu 3 dostluqdan böyük bir hikmətlər var. Ki, birincisi növ dost ölümə qədər insanın yanında olan dostdur. Buna ata-ananı misal çəkmək olmaz, olar həyat yoldaşı və övladları nümunə gətirmək olar ki, ölümə qədər bunlar bizim yanımızdadır. İkinci növ dost kimlərdir? Yaşadığımız müddətdə bizimlə dost olanlar olub, biz öləndə başqalarına aid olanlar. Məsəl üçün, maldır, dövlətdir, mülkdür, lal-cəvahirətdir ki, biz ölənə qədər bizim yanımızdadılar. Amma öləndən sonra bilmirik, onlar kimə məxsus olacaq, kimə qalacaq. Baxırıq ki, birinci və ikincisindən bizə bir xeyir yoxdur. Amma üçüncü növ dost budur ki, ölümdən sonra bizə lazım olan əməllərdir. Buyurur ki, bizdən belə ayrılmadan bu da insanların əməlidir ki, ona görə də həmişə salih əməllər etməyə çalışaq. Yaxşı işlər görməyə çalışaq. Əzizlər, bizi qəbr evinə qoysalar, bizim öz əməllərimizlə biz başına qalarıq. Bizə nə mal dövlət, nə ata-anamızın fəryadı, bizə heç nəyə kömək edə bilməz. Çalışaq bu ayda çoxlu pərhizkar olaq, təvazu əhlindən olaq, ibadət eləyək, istiğfar və dualarımızı inşallah çoxaldaq. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.